Trump bu savaş bitirebilmeyeceğini demişti 24 saatte bitireceği diyende. İndi de bəzi ekstrasenslər, numerologlar, dünya üzərində özünü tanınmış proqnoz verənlər bu mart ayının neçəsində və neçəsinə qədər böyük hadisələrin baş verəcəyini proqnozlaşdırırlar. Faciə, bu konkret demir, bir faciə baş verəcək. Bəzilər bir zəlzələ, bəzilər belə-belə. Əziz gözəl dostlar, mən bu barədə öz fikirlərimi, proqnozlarımı ətraflı bu yaxınlarda deyəcəm. Amma dediklərimi unutmayın ki, baş verir. Nə? Trump 24 saat yox, hətta 24 gün də keçdi. Öz sözün üstündə dura bilmədi. Dünyada gedən prosesləri bizim üçün Zelenski, Trump böyük bir şəxsiyyətlərdir, prezidentlərdir. Amma unutmayaq ki, bizim gözə görmədiyi, onlardan da böyük dünya idarə edən, gözə görünməyən yığıncaq toplantılar olan, qərar verən yerlər və adamlar olduğu düşüncəsində. Bu mənim şəxsi fikrimdir. Və orada nə qərarlar verirsə, ortalığa orada nə çıxırsa, onu prezidentlər üzərində ictimaiyyətə çatdırır və ictimaiyyəti yönləndirərək idarə edir. Bunu həmişə bilirdim. Biz bir daha buna şahid olduq ki, Zelenski doğrudan da o kadar büyük söz diyebileceği bir güç, bir figürdür mu ki, birinci gəlsin prezident seçilsin bir aktör. İkinci de geçsin Amerika'da Trump'la, Amerika prezidenti ilə bu tür şəkildə dəbədüb öz sözünü deyə Və Trump da bir biznesmen olarak siyasetçi olmadan birdən-birə siyasete katılıp bu vəziyyətə gəlmiş adamdır. Neyse, uzun danışmaq istəmirəm. Dünyada bir yalancı oyunlar gedir. Başka büyük hadiselere hesaplanmış, büyük hadiselere getiren oyunlar gedir.